Hörmətli Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı, hörmətli Gədəbəylilər, Gədəbəy rayon 104 sayılı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd mən Faiq Sarıoğlu Qarayev qarşınızda özümün siyasi platformam və kimliyim barədə hesabat verir. Mən Faiq Sarıoğlu Qarayev 1961-ci il fevral ayının 21-də Gədəbəy rayonunun İnəkboğan kəndində, müəllim ailəsində anadan olmuşam. 1978-ci ildə Gədəbəy rayon İnəkboğan kənd orta məktəbini bitirmişəm. 1978-1983-cü illərdə Çingiz Yıldırım adına Azərbaycan Politexnik İnstitutunun, 1985-86-cı illərdə keçmiş SSR Daxilçilər Nazirliyinin Saratov Ali Kursunun dinləyicisi, 2004-2008-ci illərdə Azərbaycan Milli İlimlər Akademiyasının Fəlsəfə, Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun sertantı olmuşam. 2008-ci ildə alimlik dərəcəsi almaq üçün şəxsiyyətin azadlığı və layiqiyyəti əleyhinə yönəlmiş əməllərin sosial, fəlsəfi təhlili mövzusunda dissertasiya işini müdafiə etmişəm. Və hal-hazırda fəlsəfə elm sahib üzrə fəlsəfə doktoruyum. 40 imtiyazla 40 il 5 ay Azərbaycan Respublikasının daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmış və fəaliyyət göstərmişəm. Yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində ictimai təhlükəsizliyi xətti üzrə, cinayət axtarış xətti üzrə, sosialist mülkiyyətini dağıdanlara qarşı mübarizə xətti üzrə, təhqiqat xətti üzrə və eyni zamanda baş mütəşəkkil cinayətkarlara qarşı mübarizə xətti üzrə və s. sahələrdə xidmət göstərmişəm. Hal-hazırda təqaüddə olan yüksək rütbəli zabitəm. 4 dəfə Azərbaycan Respublikası Daxili İşlər orqanlarında qüsursuz xidmətlərimə görə medalla təltif olunmuşam. Və 2012-2014-cü illərdə keçmiş SSR-dən qalmış əmanətlərin verilməsinə dair Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının üzvü olmuşam. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dövlət qulluğunda fərqlənmə medali ilə təltif olunmuşam. Eyni zamanda müharibə veteranıyam və dövlətimizə, xalqımıza sidq ürəklə xidmət eləmişəm. Hörmətli Gədəbəylilər, icazə verin, indi mən kimliyim barədə və hansı əsərlərin müəllifiyəm, onun barəsində sizə qısaca olaraq məlumat verim. Nəzərinizə çatdırıram ki, 100-ə yaxın elmi məqalənin müəllifiyəm. Mən bu məqalələrin adını çəkmirəm və vaxtınızı almaq istəmirəm. Lakin müəllifi olduğum elmi monoqrafiyaları və kitabları sizə bir təqdim edirəm. Zaman, şəxsiyyət, cəmiyyət və mövcud problemlər adlı elmi monoqrafiyanın müəllifiyəm. Müasir şəraitdə insan hüquq və azadlıqlarının təminatı, qloballaşma və milli əxlaq problemi adlı elmi monoqrafiyanın müəllifiyəm. Astrakizm və terrorizmin sosial, iqtisadi, siyasi, dini və ümumi fəlsəfi mahiyyəti haqqında yazılmış elmi monoqrafiyanın müəllifiyəm. Fəlsəfi antropologiya adlı elmi monoqrafiyanın müəllifiyəm.
Proto-Dövlət, Dövlət və Şəxsiyyətin Təqibi Qanunu adlı elmi monoqrafiyanın müəllifiyəm. Polis mənəvi ideyanın gerçəkliyidir adlı elmi monoqrafiyanın müəllifiyəm. Mən onu qeyd edim ki, bu kitabım mən polisdə uzun müddət 45 ay imtiyazla xidmət etmişəm və bu polis haqqında mənim polis mənəvi ideyanın gerçəkliyidir adlı bu mənim elmi monoqrafiyamdır. Mən hesab edirəm ki, bu gün Gədəbəy rayonunun inzibati ərazisində xidmət aparan bütün polis əməkdaşları və o cümlədən hərbiçilər, məhkəmə işçiləri və eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları mənə səs verəcək. Ona görə ki, mənə o səsi ona görə verməyəcəklər ki, mən Gədəbəyliyəm və yaxud da ki, polis əməkdaşıyım. Xeyr, mən Azərbaycan Respublikası Daxili İşlər orqanlarında ilk filosof. Və buna görə də mən üzvlük tuturam bütün Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında çalışan və fəaliyyət göstərən əməkdaşlara xahiş edirəm filosofumuza, içərinizdə yetişdirdiyiniz, formalaşdırdığınız filosofa səs verin. Mən hesab edirəm ki, Gədəbəy rayonunun coğrafi ərazisində olan bütün hərbiçilər mənə səs verəcək. Ona görə ki, mən müharibə veteranıyam. Və ilk dəfə 90-cı illərdə, 90-cı illərin əvvəllərində ilk dəfə olaraq Azərbaycan hərbisinin formalaşmasında Azərbaycan polisinin xüsusi əməyi olduğu kimi şəxsən mən Faiq Sarıoğlu Qarayevin də xüsusi əməyim var. Ona görə də mən hesab edirəm ki, biz onların, yəni hərbiçilərin artıq bazisi olmuşuq. Onlar bizim üst qurumdur. Üst qurum biz bazisinin nümayəndəsi olan Faiq Sarıoğlu Qarayevə mən əminəm ki, səs verəcəklər. Növbəti kitabım, Mütləq Dəyişmə Qanunu. Bu kitabın mən müəllifiyəm. Növbəti kitab, Azərbaycanın dövlətçilik tarixində aşıq sənətinin rolu və aşıq fəlsəfəsi. Onu qeyd edim ki, Azərbaycanda ilk dəfə olaraq aşıq fəlsəfəsi adlı elmi əsəri, monoqrafiyanı yazan da mən Faiq Sarıoğlu Qarayevəm. Buna görə üzümü tuturam bütün Gədəbəy aşıqlarına. Əzizlərim, bu kitabın müəllifinə səs verin. Növbəti kitabın oğru, terror və mafiya problemlərinin həllinə dair hüquq fəlsəfəsi. Hesab edirəm ki, burada da adını çəkilən və barələrində tədqiqat apardığım yoldaşlar məni ətraflı, yaxından tanıyacaq və seçkidə mənə səs verəcək. Növbəti kitabım Azərbaycanın dövlətçilik tarixində qəhrəmanlıq dastanıdır. Bu dastan ilk dəfə olaraq mən yazmışam. 44 günlük müharibədən yetişindən sonra və bu kitab ilk dəfə olaraq hörmətli oxucularım